hamısının qiymətini bir-bir deyəcəm. Bugün isə qərar aldım ki, bütün ütülərimizlə tanış edin qızlar. İstər yola çıxanda, balaca yolda özünüz üçün götürürük, saçımız dağıldı falan, külək dağıldı, yəni isə soğudu, yağış yağdı. Baxın, balaca fenlərimiz. Fen yox, ütü yəni. 59 manatdır, çox keyfiyyətlidir, ağırlığını əlinizə alsaz biləcəksiniz. Bax, bu gözəl, ən son model olan, Enzo markamızın 59 manatı olan ütüsünü istəyirəm sizə göstərim. Belə qiymətlərini deyirəm, sonra özlərini də açıb göstərəcəm sizə. Sonra 49 manata Hokko firmasının, Hokko firması bilirsiniz, ən gözəl ütülərin firmasıdır. Yəni bu firmada gözəl, mükəmməl keramika ütülər çıxır. Saça heç bir ziyanı yoxdur, heç nə yandırmır. Bunu da sizə çəkib göstərəcəm, effektini görəcəksiniz. 2 dəfə, 3 dəfəyə düppədüz eləyir saçı. Çox gözəl qiymətədir. Özüm istədim sizin üçün hamısının qiymətini deyim. 49 manatda bu Hokko fenimizdir. Ütümüz yəni bu da elə eyni başqa cür bir modeldir. Sonra bu da 45 manatdır. Rəqəmsal olan ütümüzdür. İstədiyiniz dərəcəyə qoyursunuz feni ütünü. Enzo'nun möhtəşəm qiyməti amma üstündə yoxdur. Bunu bilmirəm. Qiyməti neçədir? Yazarsız deyəcəm. 100% deyəcəm. Qiymətini sizin üçün 29 manata. Bu da Hokko'nundur. Biraz nazik, başlıqlı ütümüzdür. İncə. Qiyməti hər münasib qiyməti, hər cibə uyğun 29 manatda buydu. Görürsünüz, hər cibə uyğun ütümüz var. Bu da yine elektron 35 manata olan Kroner firmasının gözəl, mükəmməl ütüsüdür. Heç biri saçı yandırmır, hər biri keramikadır, təmiz. Açıb bir öz saçımda da sizə göstərəcəm. Nə sualınız oldu, videolarımızın altına şərhə yaza bilərsiniz. Hər kəsə cavab bir-bir veriləcək.